Bu gün sizi Buxarestdə yerləşən Botanika bağı ilə tanış edəcəm. Bura deməli giriş hardasa 10 lei 4-5 manat civarındadır. Çox da bahalı. Sahəsi çox böyükdür. Bütün xaricdən gələn turistlər ziyarət edirdi. Dedim bu dəfə mən də gedim. Həqiqətən də getdiyimə peşman olmadım. Çox böyükdür. Çox maraqlı, hətta qırmızı kitaba düşmüş bir çox bitkilər var. İnsan içəri girəndə nəfəs aldığını, oksigenin bol olduğunu hiss edir. Hətta içərisində Botanika İnstitutu da yerləşir. Bir çox ağaclar, bir çox bitkilər var ki, hansı ki başqa ölkələrdən də gətirilib, burada yerləşdirilib, əkilibdir. Burada içəridə bəzi bitkilər də saxlanılır, hansı ki parnik vəziyyətində. Burada isə bir çox quşlar var ki, hal-hazırda burada yaşayırlar. Onların maketləri, şəkilləridir, nə ilə qidalandıqları yazılıbdır, hansı növdə olduqları və adlar. Burada dəryadan gətirilmiş bir çox güllər var, hansı ki yenidən burada əkilibdir.
Və bu qədər dostlar, ümidvaram ki, xoşunuza gəldi. Yenidən başqa yerlərdə görüşmək diləyilə. Hələlik.